Ha niye sığırsan axı? Allah'ı bırakıp da. Ehtiyatlı olmaq lazımdır. Öldüm, ölümdən döndüm də. Çox təəssüf, çox təəssüf. Tuvalet hardadır burada? Partladıq. Gah isinir, gah soyur. Genelde sorun oluyor. Evet. Allah'ı bırakıp da. Heç də xoş olmayan söhbətlər getdi. Ehtiyatlı olmaq lazımdır. Nə istisi var? Bir dənə tualetdən başqa. Yəqin ki, onların da özlərinin haqlı səbəbləri var. Mağanlar Allah. Tam açıqlamasını birazdan verəcəm. Intelliyə o belə nos şeylər var. Valla qiymətlər yaxşıdır. Uçma. Sonra Osmanlı dövründə onu gətirdilər İstanbula. Yəni bir vaxtı heç kimə lazım olmayıb. İndi maşallah pulun varsa gəl al Kadıköydə. Azerileri çok seviyor. O değerli insanlar. Seviyorum onları. Əsrlərdən bu yana həm onların, həm də bizim burada toyuq dönəri də məsləhət görmürəm. Dəhşət çox siqaret çəkirlər. Yəni balıq restoranları burdadır əsas. Nasıl niyə söyməliyəm ki? Abi niyə bir obuna o yuxarıdan da tut. Buradan uzaq düşür, bu yaxındır. Baba beni zehirler misin? Bu küçədə olan evlərdə qalxırsan yuxarı. Oktay Kaynarca çıxır qabağıma. Kənan İmirzalıoğlu'nun icazə vermədilər. Qəribəmə gəldi. Yəni belə bir şeylər mənə çatmır da. Bugünlük bu qədər izləmədə qalın. Yayımda dəstək verən Motoklinik Aza təşəkkürlər. Kanala abunə olmağı unutmayın. Şimdi Haydarpaşa qarını uzaqdan gördünüz. O tərəfi getirməyə çalışıram. Hava çox qaribədir. Ben sinircək soğuyur. Tuta bilmirəm ki, indi hava istidir hava. Bu arada bilirsiniz də, burada tarixi yerlər kəşf olundu. Burada göstərir. Şəhər kəşf olundu burada. Şəhər qəsəbədir. Yəni köhnə tarixi yerlər. Buranın inşaat sırasında çıxdı. Restaurasiya vaxtı bunlar üzə çıxdılar. İndi bunu araşdırırlar. Çox təəssüf deyir ki, bağlıdır. Heç uzaqdan da olsa göstərəcəm, telefonla da olsa yaxınlaşdıracam. Amma getsəm yaxşı olardı, bu qədər yol gəlmişdim, bu qədər əziyyət çəkmişdim. Çox kötü, çox pis. Martı şirkəti var, o belə skuturları var. Bizdə kimi proqramla götürürsən, hara istəyirsən gedirsən. Amma yəqin ki, buna A kateqoriyası mütləq şəkildə lazım. Məcbur buradan baxacağıq qara. Dənizin qırağında oturup biraz istirahat eləyəcəyik. Haydarpaşa qarı oradır. Oradır. Belə. Gəldim, oturdum indi burada. Kadıköy iskeləsinin yanında. Həm mənzərənin dadını çıxardım, həm də özümə simit aldım. Bura gəlib simit almasan, bu mənzərədə simit yeməsən günah olar. Bura geldim, yazıcılar çarşısı, bazarı. Burada elektronik şeyler. Burada geldim ki GoPro için bu mikrofon adaptörü var. Ondan bakmıyorum, var mı yok, burada yoktu. Elimizde temizden uzun geliyor. Böyle bir yerdir, sağ sol hamısı. Telefon dükkanları. Bilirsən içeride böyük dükkanlardır, iş mərkəzləridir. Belə Transalp, Honda Transalp. Şey. Heyif ki bizde yok da bu Honda'lar. Şimdi gedək digər tərəflərə. Görək oldu nə var. İş Bankası'nın önü. İşte de burada Kadıköy mərkəz sahili. Yavaş gedək görək nə tapır. Belə deyim də, o A-klas şeylər tapa bilmirəm burada. Həm də bizdəki kimi bu kitar şeylər burada olmur. Olsa da orijinal olsa var. Bəlkə də yerini mən bilmirəm. Yəni soruşdum, bilənlər buranı göstərdi. Bax belə. Ben tuvalet tapsaydım abi, tuvalet hardadır burada? Ben tuvalet tapamıyorum. Partladık. Gel almasın abi gel. Abi pardon, ayakkabıcılar çarşısı varmış burada. Hemen tam karşımda. Burada. Lavabo ne tarafta olur? Sağ ol, kolay gelsin.
Burada çaxma ayaqqabıcılar var. Gerçek o. Burada kesinlikle biraz təhlükəlidir. Gəl tam dayansınlar. Sağ ol qardaş. Tamam. Tamam. Güzel. Məsciddən çıxırlar. Selamünaleyküm. Şapkalar ne kadar bunlar? Onlar 300 lira. İçeride 300. Görürsən vəziyyət. Sağ ol, mən də işte gəzirəm. Kadıköydəyim. Rahat da yani gelip gelmek. Aha, mən elə bir gəldim şeyə, Üsküdara. Üsküdar tərəfə. Oradan piyada gəzə gəldim, Kadıköy'e gəldim. Ha? Hava necədir? Hava bir sənətədir. Gah isinir, gah soyur. Belə bir abırçı vəziyyətdir. Gah qutqanı geyinəm, gah çıxardıram. Bilmem olmuş. Gah başım düşür. Ha? Hesap çok soyuq olmasın. Ay, soyuq yoxdur. Yaxşıdır hər şey, böyləsində. Bunlar eskitme biliyorsun. Ha bundan Nike verebilirim. Şunun siyahı var. Tommy. Şu burada video falan çekmek problem olmaz değil mi? Yani genelde sorun oluyor. Evet. Sorun olur ha. Şeyden dolayı, markalardan dolayı. Markalardan dolayı. Birkaç ürünler olduğu için. Ha? Ha, tamam. Yani sana yol. Sinatçı var atış. Devamlı sizin için gelen. Allah'ı bırakıp da Aşağıya yerim mi? Ne bileyim abi. Da takmacı, yani bizim bu brendlerin ayakkabılarını falan taktım. Ama yine de icazə vermədilər ki, çəkiliş edeyim. Deyim, icazə yoxdur. Qoymurlar, problem yaratırlar. Yəni çəkiliş edə bilmədim. Daha doğrusu elə bir məcbur silmək məcburiyyətində qaldım. Çünki heç də xoş olmayan söhbətlər getdi. Ona görə də ehtiyatlı olmaq lazımdır. Heç də indi belə bir küçədir, hər şey var burada. Burada da telefon, paltar, nə bilim, nə işlisi var. Bir də tualetdən başqa. Ümumiyyətlə bu bəzi ölkələrdə var, baxmışam. Bu arada Pələng qardaşıma oradan salam göndərim. Mən onu çox istəyirəm. Yəni Pələng qardaşını çəkişlərinə baxıram ki, bir çox ölkələrdə problem yaradırlar çəkənlərə. Səbəb bilmirəm nə deyil. Yəqin ki, onların özlərinin haqlı səbəbləri var. Məncə burada bir ayıb və belə böyütəcək bir şey yoxdur. Həyat davam edir işte. Təşəkkür nə var nə yox. Mağanlar Allah şahın ortasında. 400 TL. 16 manat, 15 manat. Tişörtlər, yəni köynəklər, yəni geyimlər 19 manatdan 18 manatdan başlayır. Ayaqqabılar da onun kimi. Yenə inşaat. Mən bildiyimə görə bu Kadıköy boğası hardansa gəlib bura. Sonra gəlib burada qalıb. Aparmayıblar. Tam açıqlamasını birazdan verəcəm. Bak böyle. Bak Kadıköy boğası. Давайте вместе. Nimcan vermiyor adam, yok. Nimcan neresi tökümler. Burada ne var abi? Burada dolaşıyor ne var? Ben de bu taraftan geldim. Yani normal sakit yer tapıp çok ses çıkıyor. Çok ses çıkıyor. Ha, qadın geyimləri bazarda baba. Burada münasib qiymətdə xanım var. İstəsəz tapa bilərsiniz.
Papaqlar da var. O maşın olmuş. Çok pis soyuyorlar yok da maşını. Ancaq xanımlar üçün jaketlər 500, burada da yəni 18-19 manat, 20 manat. Hər cürə qiymətə nə istəsək var. Başqa millətlər onun işçilə qaçıb girdəmir. Var da təklif edeyim. Tamam. Çəkiliş gedir. Nə o kanalında? Yeraltı. O da dava gedir satıcı ilə. Qız 4 dənə, 5 dənə köynəyi yığıb birini götürür. O da deyir ki, bəs götürmür. Mənim niyə mazğımı xarab edir? Hər yerdə var, hər yerdə var. 1000 TL'ye. 1000 TL'ye o belə Northface'lər var, qəşəng düzdür. Çox qəşəngdir. Amma ehtiyacım yoxdur. 1000 TL nə qədər? 25 manat. Hadisəli bir şeydir. $350 şortlar. Ne kadar? Tomiler. Ha bunlar. 1250. Kolay gelsin. 1250 TL. Yaxşı qiymətdir valla. Bizdən yaxşı. Belə yerlərdən almaq lazım. Kepkalar var. Valla qiymətlər yaxşıdır. Yəni İstanbulda belə qiymətlər görmək çox yaxşıdır. 250 TL var. Amma da suları axtarmağa çalışıram. Su. Nəsə ödəyim şirin su istəyir. Qalırdalar. Birəm belə şey alım, portağallı. Yaxşı, onda bir dənə qarışıq götürək. Demas qarışıq. Demas qarışıq. Amaramım. Kolay gelsin. İkisi bir yerde. 20 TL tuttu. Bir manat hardasa. Bir yer tapım burada otururum. Ben suyumu içeyim. Efendim de zaman tutup buradan oturum burada. Bir şeye bak. Bir şey. Desene şey bu. Göreceğim. Oturma buradasın maşallah. He, indi geldim Yoğurtçu Parkı'na dediler. Yoğurtçu Parkı'mış bura. Hansı ki Fenerbahçelilerin maçdan qabaq, oyundan qabaq toplanıb oyuna getdiyi yerdir. Qarşımızda da Fenerbahçe'nin stadionudur. İndi bir rahat bir yer tapım. Kadıköy Boğaz hakkında məlumat verəcəm sizə. Birazca yorulmuşam. Çox gəzdim bugün. Boyda qağaylar nə geçəkdir? Ağa qağay, martı. Ha martı. Uçma. Ne olur uçma. Gel. Ya. Ana ağaç tutun. Ha. Aç. Of. Ne hakka versiz burada? Ha? Ne hakka versiz? Bir şeyler. Ha bir şeyler. Haydi hele bunlara bak. Maçtanlara bak, yatırlara da balasıdır. Dur bana. Güzel. Haydi. Yemek de öyle, narat olma. Balana bakalım. Narat olma. Buradan Gülay neydi ya? Buradan bizim Dori'yle Müşkiyə salam göndərsən. Deməli Kadıköy Boğasının nətər məşhurlaşıb? Kadıköy Boğasının, buğanın, yəni buğa heykəlinin tarixi belədir ki, 19-cu əsrdə bu heykəl Fransada hazırlanıb. Osmanlı dövründə. Sonra Osmanlı dövründə onu gətirirlər İstanbula ki, harasa yerləşdirsinlər, harasa qoysunlar. Nə bilim, bir heykəl kimi onu qoyurlar İstanbulun bir yerinə, deyirlər, yox burada yaxşı deyil, başqa yerə aparaq. Təzdən aparırlar başqa bir yerə, orada deyirlər, yox burada yer tutur, burada bina tikiləcək bir yerə aparırlar, qoyurlar, deyirlər, yox bura mağazinin qabağını kəsir. Belə fırlanır, gəlir indi heykəl olan yerə qoyurlar. Yəni bir müddət qalandan sonra cəmaət başlayır ki, harda görüşək, məsələn telefonla danış. Telefonla yoxdur, yəni 9-cu əsrdə danışmır. İnsanlar deyirmiş ki, axşam məsəl üçün 6-da Boğa heykəlinin yanında görüşək. Ondan sonra o Kadıköyün simvoluna çevrilir. Yəni bir vaxtda heç kimə lazım olmayıb. İndi maşallah
Kadıköy'də bu buğa heykəli əməlli başlı insanların şəkil çəkdirdiyi, gəlib gördüyü bir simvola çevrilibdir. Bax, qısaca belə. İndi mən bu arxamda park, yolçu parkı deyirlər, oradayam. Burada yenə dediyim kimi Fenerbahçelilərin toplandığı və stadiona getdiyi bir məkandır. Çalışıram getdiyim yerlərin hekayəsi haqqında da sizə danışım ki, əhəmiyyətini hiss edəsiniz. Yəni çox adam bunu bilmir, bu heykəli necə məşhurlaşıb. Bu da Kadıköy sahilidir. Bu parkdan gəlirsən, sahilə çıxırsan. Marmara dənizinin sahili. Çox qəşəng yermiş. Kadıköy ona görə məşhurdur, rahatçılıqdır. Kadıköy'də ən gözəl yerlərdən biri Modadır. Moda Barış Mançonun evi burada var, Modada. Ev muzeyində olmuşam onun. Çox qəşəng muzeydə, hər kəsə məsləhət görürəm orada olmağı. 2 dəfə olmuşam, artıq 3-cü dəfə getmək istəmirəm. O vaxtı vlog çəkmədim, indi vlog çəkirəm. Moda ümumiyyətlə çox məşhurdur burada və ya İstanbulda demək olar ki, ən bahalı evlərin olduğu bir bölgə sayılır. Ümumiyyətlə Kadıköy çox bahaçılıqdır. Basol dəndəki yer mənzərəsinə görə də, yerinə görə qardaş, normalı qiymətidir. Pulun varsa gəl al Kadıköydən. Yar çağırsam gəlməni, bu şehri ateşlərə verməni. Bir yanım hasreti bir yanım. Yo çekme. Beni çekebilirsin ya. Gerçekten. Sağ olasın. O zaman sorular sorayım ben sizden. Ya problem yok, zaten YouTube'sun, vlog. Ne soruyorsun? Azerbaycan'dan geldim ben. Ne düşünüyorsunuz Azerbaycan hakkında? Azerbaycan'ı çok seviyorum. Azerileri çok seviyorum. Sağ olun, biz de sizi çok Onlar seviyoruz. çok değerli insanlar. Sağ olun, biz de sizi çok seviyoruz. Kaliteli insanlar. Seviyorum onları. Tabii. Şivelerini seviyorum. Her şeyini seviyorum. Hayata bakışlarını, hele türküleri. Ha, Türkçüler tabii. Ondan sonra kültürleri, her şeyi seviyorum. Sağ olun, çok sağ olun. Biz de Evet. valla. Aynı yani, sevgimiz aynı. Evet. Yani bir Bize yakınlar. Yakınız birbirimize. tabii yakınız, zaten biz eski Türkçe konuşuyoruz zaten. Bizim Evet. dilimiz eski Türkçe yani. Eski Türkçe. Sadece zamanla değişmiş işte. Tabii. Yani o da bizden yaranan bir şey. Sovyetler, sizde bilmem işte Avrupa taraf falan olunca değişmiş yani bazı, ama genel olarak İstanbul aynı. Türkçesini esas almışız. Yani. Onun üzerinde yazı dilini oluşturmuşuz. Yani. Yoksa normalde konuşma dilinde birçok şive var. Tabii. İşte Karadenizlerinki başka, Egelilerinki başka. Tabii. Şive Öyle. tabii olacak. Bizde de zaten orada bak, Evet. 10 milyonlu insan kaç tane şive var orada. Evet. Nüfusumuz 10 milyon. Ben sizi seviyoruz ve Sağ daha olun, Allah demokratik razı bir olsun. toplum olmasını Çok memnun dilerim. oldum. Çok memnun oldum. Ben 8-9. şey geliyormuşsa her geldiğimde bir yerleri keşfetmeye çıkıyorum. Ha, Moda'ya Barış Manço'nun evine 3 kere geldim. Bir kere yalnız geldim, sonra eşimi getirdim, sonra çocuklar Hadi getirdim. güzel. Ha, Kadıköy'e hep geliyoruz yani. Evet. Ama sadece sağ olun, vlog çekmeye başladım, dedim bir dolaşayım yani. Ne senin şeyin? Orhan Dünya. Yanına çıkasın Sağ olun, kardeşim. kolay gelsin. Memnun oldum. Allah Ben de razı olsun. biz de. Görüşürüz inşallah. Senden de ya. Xanımlarla söhbət elədik, gözəl söhbət elədik. Sağ olsunlar, bizi çox sevirlər, biz də onları çox sevirik. Biz qardaşıq. Bəlkə də illərdir, əsrlərdən bu yana həm onların, həm də bizim ilk dövlətik ki, qarşılıqlı bir-birimizin şəxsi vəsiqəsindən ölkəmizə rahatlıqla gedib gələ bilirik. Yəni ki, pasport göstərmədən. Yəni bu çox özü elə qardaşlıq nümunəsidir. Mənə elə gəlir ki, yenə deyirəm, biz də onları sevirik, onlar da bizi çox sevir. Çox sağ olun, minnətdaram. Gözəl sözlərinizə görə inşallah izlərsiniz. Bir daha təşəkkür edirəm sizə. Sonra burada bax idman üçün stadionlar ediblər. Məsələn, basketbol yeri, sonra futbol yerləri, insanların idman edə biləcəyi yerlər. Sonra adyal açırlar, otururlar, piknik kimi. Yəni çox maraqlıdır, çox qəşəng yerdir bu tərəfləri, Kadıköy sahilini. Ona görə Kadıköy sevilir də, Kadıköy sahili sevilir. Düzdür, bizim bulvar da qəşəngdir, söz yox. Amma bizim bulvarda belə stadion cəmaat üçün yoxdur da. Cəmaatın əylənə biləcəyi, belə oturub söhbət eləyəcəyi, dinləyəcəyi yer yoxdur. Nə bilim, bizdə niyə qoymurlar bulvarda belə piknik eləyək, adyal salıb oturaq? Biz bu qədər mi çirkləndirik oranı? Məncə icazə versələr yaxşı olar. İtdən gəlməyə, pişiklə gəlməyə icazə vermirlər. Yəni, nə dərəcə doğrudur quru-quru gəzmək orada. İnsanlar belə
bu parklardan istifadə etməlidir. Hamının imkanı yoxdur ki, o restoranlarda otursun. Məncə bu sözlərimi diqqət eləmək lazımdır, çatdırmaq lazımdır. Kim baxırsa, tanışı varsa o idarələrdə onlara desin ki, insanlar orada şərait yaransın. Çünki həqiqətən çox xoşludur. Oturacaqlar alıb gətiriblər. Oturacaqlarda oturublar. Yəni maksimum dərəcədə insanlar istifadə edirlər və heç kimin də ətrafında zibil yoxdur. Hamı zibilini yığır, sonra da atır zibil yeşiyinə və salam qutardı getdi. Yəni biz onu edə bilməyəcək, deyirsiniz. Məncə xalq açın. Dadını çıxartmaq lazımdır həyatın. Burada moda iskelesi. Modanın kıyısında. Qəşəng bir yerdir. Görəsən yuxarıda nə var? Çayca dalıb içində. Yer yoxdur tutulmağa. Gözəl yerlərdir. Qəşəng yerlər, süper yerlər. Hoppa! Cover şəkildə verir, bu mütləq şəkildə. Başım parlayır. Keçərim parlayır. Modada Kemal Usta vaxtla gəldim. Çox xoşum gəlir bura. Dəhşət xoşuma gəlir. Sizə məsləhət görün, bura gələsiniz gələndə. Çox qəşəng dadı var. Çox qəşəng dadı var. Gürayı gəlib, görüb məni öntəcək 100%. Amma məsləhətlidir, belə bir yerdir. Sevməyəm. Çox qəşəng yerdir. İndi bir çay bir də waffle yeyəcəm. Çox yaxşıdır. Waffle'ımızın dadına da bax. Size bir şey diyeyim, söhbət qədər puldan getirmək, pul təşləməkdən getirmək. Söhbət ondan gəlir ki, verdiğin pul haqqını ala bilərsən. Bax, bu dediğim waffle həqiqətən onun haqqını verir. Yəni ki, bu pulun haqqını verir. Şimdi keçən dəfə, həqiqətən 2 dəfə 3 dəfə gəldim. Bura çox xoşum gəldi. Şimdi yenə bir daha dadına baxacaq. Bu arada gələndə deyin ki, bura gəlsəniz, deyin ki, qarışıq verək. Qarışıq çox qaldır. Ya da özünüz seçtiğiniz markasını olur. İstanbul'da Əmdə çox az yerlərdən biri var ki, mənim çox xoşum gəlir buranın yeməkləri ki, bir də burada, yəni bura gəldimsə, İstanbul'a gəldimsə, bunu yemədən gedəm mən. Bax belə, nuş olsun hər yerimizə. Deməli, Kemal Usta'ya gəlmək üçün bu moda iskelesi var. Oradan gəldiniz, tam sol tərəfdədir burada. Kemal Usta waffle. Yəni məsləhətdir. Gəlin dadına baxın. Dönərə gəldikdə dönər çox bahadır birincisi. İkinci bir məsələ isə burada toyuq dönəri bizim toyuq dönərlər kimi o qədər dadlı deyil. Ət dönərləri yaxşı. Doğru hardasa bizim pulla 16 manat edir. Nə bilim 9 manat, 10 manat dəyişir. Orada məsləhət görmürəm. Yəni 4 manat, 5 manatlıq dönərlərimiz dura-dura. Yəni maraqlı bir yerlər olduqca sizə göstərməyə çalışacağım. Davam edək görək nə olur. O şirniyyatdan sonra adam lap belə nəfəsi kəsilir şirniyyatdan sonra. Tənbəllik adam yerimək istəmir, uzanmaq istəyir. Amma yerimək lazım ki, həzm edək. Baxanda kanala abunə olmağı, rəy bildirməyi, bəyənməyi unutmayın. Çünki YouTube'un algoritması ancaq onda bizim mənim videolarımı önə çıxarır. Bundan öncə yerləşdirdiyim videoların baxış sayı az olanda həqiqətən məni həvəsdən salır. Mən inanıram ki, siz mənə kömək olacaqsınız, dəstək olacaqsınız. Kanala abunə olursunuz, rəy bildirirsiniz, bir də ki, bəyənirsiniz və salam. Yəni kanala abunə olmağı, rəy bildirməyi, bəyənməyi unutmayın. Mənə ancaq bu tərəfdən dəstək ola bilərsiniz. Daha maraqlı yerlərə gedim, daha maraqlı videolar çəkim, həvəslə sizə göstərim. Burada Kadıköy'ün yemək küçəsidir. Pivə, yemək, nə istəsi var. Balıq yeməkləri. O, yenə bu araba səsi. Of, bu araba səsi bugün mənim yoxdur, təbii. Keç qardaş, sən ben keç. Lanqalan, adam başı gedir bunların səsini, inansan. Taylanda oxşar. Olmamışam ama videolardan görmüşəm. Çox sigaret çəkilir burada. Çox. Dəhşət çox sigaret çəkirlər.
Yəni balıq restoranları buradadır əsasən. Burada Karaköy'də bir yer var, orada qəşəngdir, yaxşıdır. Məsləhət görürəm ki, orada da yeyə bilərsiniz. Burada da gəlib yeyə bilərsiniz. Deyirlər yaxşı olur burada da. Vay vay. Sene 300 TL. Ha, cami, baktım su. Vapurla Üsküdar'a gideceğim. Piyada da gidebilirdim ama bunun adını satmak için. Dedim. Yoruldum, yollardım, sevdalar içinde insanlardan yoruldum. Ay ya. Sıra da tarifan Allah olsun. Çok sevdim, çok. Ama lezzetli olmak da bu. Geldiğinde Üsküdar'a olabilir de bir şey mi lan? Ne diyeceğim? Kuzguncuğa gidelim, Kuzguncuğa. Olan hepsi yol olmuş ama hayatların hepsi yol olmuş. Mən deməklə olmur da. Yenə deyirəm, 9-cu 10-cu dəfə bəlkə gələm bu İstanbula. Hər gələndə həyəcanlandım. Dilim, damağım tutulur, bilmirəm nə danışım. Necə başa salım sizə. Gəlib görməyiniz yaxşıdır. Özünüz gəlin, özünüz görün. Ümumiyyətlə, hər bir kəsə arzulayıram ki, fərqi yoxdur. Bura gəldi, gəlmədi. Hamıya arzu edirəm ki, xarici ölkələrə getsin. Rusiyaya da getsə, İrana da getsə, hara gedəsə getsə, yəni qonşu ölkələrdən danışıram, Gürcistana. Tək ki, ildə bir dəfə ən azından çıxsınlar harasa. Çünki həqiqətən insana o qədər xoş gəlir ki, insanın beyni elə bir refresh olur da, yenilənir, sıfırlanır, silinir. Gəlirsən yüklənmə təzdən başlayır, kreditlər, ödəmələr falan. Gediyim, qabaqda bir dənə yer var. Qəşəng oturum, mənzəriyə, çay içim, baxım, zövq alım. Hər şeydə zövq almaq lazımdır. Hərdən elə Rusiyadan olan turistləri görürəm, Rusiyada danışırlar. Elə bilirlər ki, başa düşməyənlər var da. Söyüşün biri bir qəpikdən, zaten şapıldadırlar. Hətta biri dedi, gülmək məni tutdu. O da gördü, həm belə pis oldu, həm də gülümsədi belə ki. Ha, niyə söyürsən axı? Bilmirsən, başa düşən ola bilər. Mən niyə söyürsün ki? Ha, niyə söyürsün? Bax, burada İngilis də hamı danışır. Niyə söyməliyəm ki? Kim nə bilir, mənim qabamda gedən Azərbaycanlıdır. Allah Türkiyədən olsun, Türk olsun. Söymək yaxşı şey deyil. Gənclər, siz əsasən gənclərə aiddir. Hər bir yaşa aiddir. Söyləyin, heç harada, harada olursa olsun. Fərqi yoxdur. Maşın sürəndə, yolda yeriyəndə heç vaxt söyləyin. Söyləmək heç yaxşı şey deyil.
adi WhatsApp gruplar var. WhatsApp gruplarda öyle söyüş söylüyor. Ben o gruptan geçsem ya tapşırıram ki söyüş söylüyor burada. Sevmirəm də qardaş. Söyüş yaxşı şey deyil, sonra dil öyrəşir. Lazım olmayan yerdə sənin ağzından çıxa bilər. O da sənə problemlər yarada bilər. Bu arada buradan bu mesajı da vermiş oluram. Diqqət alın. Diqqət alın. Ən əsas məsələ oxuyun. Cavanlar, boş-boş şeylərə başınızı qatmayın. Oxuyun, oxuyun, oxuyun. Çünki oxumaq lazımdır. Bəzi insanlara baxıb təsəvvüf almaq lazım deyil. Əksinə bəzi insanlara baxıb nümunə olmaq lazımdır ki, böyüyüb siz də olasınız. Üsküdarda Kuzguncuq deyilən bir küçə var ora. O mən deyim mənzərəyi göstərirəm yaxşı, sonra keçim Kuzguncuğa. Nətər olar? Yaxşı olar, aynen. Bir sonra qaranlıq düşəcək görməyəcək oranı. Ona görə yaxşı bu keçim ora. Adiyan da o. Abi niye bir obra ola yukarıdan da tutulmuş. Kuşlar fısıldadır aşağı, sen üstünde var. Buradan uzak düşüyor, bu yakın aslında. Kamera uzadı. Hayır. İşte. Ondan değil. Dirəyim də Kuzguncuğa. Kuzguncuq küçəsi ora. Metro, Üsküdar metrosu və yaxud da Üsküdar iskelesindən sonra bura biraz mən piyada bir 15 dəqiqə 20 dəqiqə var da. Ayda niyə bir yaşılı gözlə burada. Belə deyim də sağ-sol restorandır ancaq. Turistlərin ən çox gəlib getdiyi yerdir. Sağ-sol yemək yeyənlərdir. Yəni Üsküdarın ən xod gedən küçələrindən biridir. Ona 011'e bak. 011'i getir koydular da. 011'i getir koydular da. En sevdiğim motosikletli Honda Africa Twin. Ve bu. Ölürüm de bundan ötürü. Bakın görüm avtomatdır bu, yok. Çok qəşəngdir. Çok güzel değil. Bir gün mənim olacaqsan, bir gün. 100%. Söz verirəm ki, mənim olacaqsan. Afrika TV'ni görürüm, keçəmirəm da. Düz keçəmirəm. Selamlar. Bir şey olmaz. Aleykümselam, hoş geldin. Ne kadar? 115. Abim ne abi? Kavurma bitti mi Gürcan abi? Vallahi o da bitti Ercan. Bu ara işi dayandıramadık. Sağlı çarşamba gelir kavurma. Aynen. He. Baba beni zehirler misin? Neydi? Kolay gelsin abi. Sağ ol. Kuzguncuq niyə məşhurlaşır? Bu küçədə olan evlərdə çoxlu filmlər çəkilib. Bilmirəm, hansı filmlər, yalan danışaram. Yeşilcam filmləri, normal seriallar buradakı evlərdə çəkilib. Ona görə bura biraz məşhurdur. Bir də, qaqa, bunların bu yolları var, qalxırsan yuxarı, qalx düş, qalx düş. Keçən dəfə gəlmişdik, öldüm öldüm, ölümdən döndüm də. Yəni burada qalxıb düşmək olar dedim. O qədər tez yoruldum ki, o yolları qalxıb düşməkdən, dikləri qalxmaqdan. Orada qabaqda bu elə bir qalxırsan lap yuxarı, bir dənə yer var. Onu Instagramda yerləşmişəm, Instagramda izləyin. Kemal Sunalın filmi çəkilən, hansı ki körpünü alır, həmin o təpədə çəkilibdi. O Instagramda var, girib baxarsınız. Kaş deyirəm belə gedirəm, Oqtay Qaynarca çıxır qabağıma. Vay da, nə olar? Ya da Ozan Akbaba. Demet Özdemir. Deyirəm, bir şey anlamıram da mən. Bütün maraqlı yerləri qoymurlar çəkilişimdə. Deməli, təsadüfən yuxarıda Instagramda paylaşacağım, Instagramda baxın. Təsadüfən yuxarıda AB serialının, Kənan İmirzalıoğlu'nun serialının çəkilişləri gedirdi, seti idi.
Afraxanlı içəridə idi. Nəysə icazə vermədilər çəkiliş eləməyə. Nə yuxarıdan, nə aşağıdan, nə uzaqdan. Ancaq telefonla icazə verdilər. Yəni biraz belə qəribəmə gəldi. Gör ki, nə olur ki, çəkiliş eləyənlər, nə bilim, düzdür, sağ olsunlar, orada işləyənlər, yəni, dedilər, çay, su təklif elədilər, hər bir şey, hətta su da verdilər, sağ olsunlar, amma ümumi olaraq onlara da istəmirəm, başa çıxan problem gəlməsin, amma yəni, belə bir şeylər mənə çatmır da. Nə olur ki, çəkiliş olanda? Bugünlük bu qədər izləmədə qalın. Növbəti bölümə baxmağı yaddan çıxartmayın, mütləq baxın və bu arada abunə olmağı, bəyənməyi, rəy bildirməyi yaddan çıxartmayın.